Salam əzizlər, xoş gördüklər yenə də mənim kanalımda. Mən sizin tarix müəlliminiz Tural Hoca. Bugün sizlərə deməli 17 may 2026-cı il tarixində keçirilən MG Motika sınaqlarından 11-ci siniflər üçün 2-ci qrupun tarix suallarının izahını verəcəm. 61-ci sualda bizə deyir ki, 1850-lərdə, yəni 1850-lərdən sonra Bakının mədəni həyatına Quberniya mərkəzə çevrilib, amma bu mədəni həyat deyil də, bu inzibatidir. İlk Qəza məktəbi 1830-dur olmaz. Şəhər islahatının həyata keçirilməsi, bu da hardasa şəhər islahatına aiddir. Burada cavab olacaq nə? C variantı, ilk qız gimnaziyasının açılması. Deməli, birdə C olacaq. İkiyə baxaq. Səfəvilərə aid hadisələrin düzgün bələdiyyə uyğunluğunu istəyir. Bu olar. Belə deyək də 1587-də Abbas gətirilir hakimiyyətə. 2 olmaz. 3 Mərənd bu Sınıq körpü döyüşüdür olmaz. 1622-23 hərbi əməliyyat Bağdad dağılımı. Bu olar. Doğru cavab 1-4-dür. 1-4 isə hansı variantdadır? C variantındadır. 63-ə baxaq. 11-13-cü yüzillik Gəncə Naxçıvan. Şəddadlərin paytaxtı olan Gəncə olar. Xarəzmşalara qarşı üsyan Azərbaycanın bir çox şəhərlərindədir. İlk yürüşü zamanı dağıntılardan xilas olan Gəncədir. Monqolların Yusif ibn Küseyir yəqin ki Naxçıvanda olacaq. Bunu bura götürək. Cəlairi dövlətinin paytaxtına çevrilməsi heç birisi. Deməli A, C, D, B. A variantıdır. Növbəti sualımıza baxırıq. 64. Hindistanda Ari tayfaları ikinci minlikdə məskunlaşıb. Bu 4 olar. Bu 332 də olmaz. Bu Kadeş sülhü olacaq da burada cavab. Bu olmaz, bu olmaz. Memfis şəhərinə yox, Memfis şəhərinə Fivə köçürmək olardı. Cavabımız C variantındadır bu sualdan. 65. 29 Bəhmən üsyanı 1907 belə deyək. Bu Qacarlarla bu olmaz, çünki həmin dövrdə artıq Qacarlar yoxdur. Bu SSR qoşunlarına qarşı deyil, Pəhləvi monarxiyasına qarşı olar, amma Rıza Şahın hərbi polis rejiminə olmaz. Deməli burada cavab nə olacaq? Yalnız 3. Bu sualda doğru cavabımız yalnız 3-dür. 66, 5-6-cı əsrlər tarixindən fərqli olaraq 7-8-ci əsrlərə baxırıq. Daxil müstəqilliyinə son qoyulması 5-də də son qoyulub, 463-də, 510-da da qoyulub, 6-da da qoyulub, 705-də də qoyulub. Deməli, fərqli deyil. İrsi şərti torpaq hər ikisində olacaq. Yəni o dövrdə də, bu dövrdə də, Sasanilər Ərəb dövründə də. Paytaxt şəhəri 400 deməli 400-lərdə olacaq, olmaz. Mehranilər olacaq. Çünki burada mehranilər yoxdur, amma burada mehranilər var. Cavab nədir? Yalnız 4. 66-67-yə baxaq. 10-cu əsrin birinci yarısında paytaxt şəhəri olan burada Şamaxıdır 918-də. Bir müddət aranda məziyyətlərin iqamətgahı. Məziyyətlərin arasındakı iqamətgahı Bərdədədir. Sonra isə 859-da Gəncəyə köçürüblər. Gəncəni götürərik. Sazlərin ilk paytaxtı Marağadır. Marağa isə burada 5-dir. Deməli 1, 2, 5 bizim doğru cavabımız olacaq. 1, 2, 5 isə hansı variantdadır? Y variantındadır. 68. 1903-cü ildə Tiflisdə nəşr edilən Şərqi Rus adlı qəzetin redaktoru olmuş Azərbaycanlı ziyalısı. Bu Məhəmməd Şahtaxtinskidir bu. Hə, ona aiddir. İlk qiraətxana Nərman Nərmanovdur. Son iki hökumət kabineti Nəsibə Yusufbəylidir. Xüsusi Cənubi Qafqaz Komitəsində Məhəmməd Yusif Cəfərovdur. Bu olmaz. Bu. Burada cavab D variantı. İkinci Dövlət Dumasının deputatı olacaq. D variantı olacaq. 69. Yeni iqtisadi siyasət Vyetnam müharibəsi. Bu kimdir? Richard Nixondur da. B variantıdır. 70-ci sual. Şah 1-ci Abbas Nadir xan Əfşar. Nadir xan Rusiya ilə diplomatik danışıqlar aparıb onları çıxarıb Şah Abbasda olar. Bu olar. Səfəvlərin sərhədini bərpa etmək olar. Nadir xan Şeybaniləri görməz, Abbas görər. Azərbaycan bəylərbəyliyini yaradan Şah Abbasdır. Azərbaycan əyalətini yaradan o da heç Nadir xan deyil, Şahdır. Yəni burada 4 olmaz, 3 olmaz. 1-2 olacaq cavab A variantı. Daha əvvəl olmuşdur. İkinci parlament 1867-dir. Monroe 23-dür. Burası da 2-ci imperiya 52-dir. Sadova 66-dır. San Stefano 78-dir. Daha əvvəl olan orada olacaq B variantı. Uyğunluğu müəyyən eləyin. Qədim Atropatena dövləti, amma 3-cü əsrin ikinci yarısında. Yəni 250-dən bu tərəfə.
Baxaq burada nə götürək? Roma imperiyası yoxdur o dövrdə. Seleviklərdən asılı 223 götürə bilərik. Baryak üsyanı Atropatena dövlətinə aid deyil. 1-ə B olmalıdır. 1-ə B olmalıdırsa, elə cavab da burada nədir? C variantıdır. Baxaq. 16-cı əsrdə Habsburqlarla Osmanlı 1135-dən söhbət gedir. Fransa da burada cavab nə olacaq? B variantı. Aha, 74-də nə deyir? Şirvanşahlar dövlətinin cədvəldə verilən dövlətlərlə ümumi cəhətləri. Qaraqoyunlular, Haqqoyunlular. Teymurilə mübarizə hər ikisi üçün olar. Cəlairi dövlətindən asılılıq. Teymurlar, Cəlalilər belə deyək, süquta uğradı, basılara düşməyib. Yox, Teymurlar yox, Qaraqoyunlular süquta uğradı. 16-cı əsrdə süqut Qaraqoyunlular 1468-də 15. Deməli, 1-ə yalnız A olmalıdır. 1-ə yalnız A olmalıdırsa, cavab elə avtomatik onda çıxır Y variantı. Deməli, 20 75-ə baxırıq. 2023 lokal antiterror əməliyyatı 19-20 sentyabrda. Bu götürək ondan əvvəlki dövr. Bu olmaz, bu olmaz. Bunlar 2024'tü, bu da 2024'tü. 2023'ün bu antiterrordan sonradır olmaz. Şuraya hikaye 2024. Cevap ne olacak burada? 5. qurultay 2022. Cevap A variantıdır. 76. Ha, bu 1800, daha doğrusu 1918-ci ilin 27 avqustudur. Aha, burada bir nəticəsində. Həmin. Amma uğurlu olmur da o saziş. Cavab nə olacaq buradan? Cavab A variantıdır. Yəni əslində bunu ona görə güzəştləmişdi ki, Sovet Rusiyası Osmanlıları qoymasınlar da gəlib belə deyək də tutsun Bakını. Ona görə burada cavab A variantı olacaq. 77. Qədim Roma dövlətinin tarixində Respublika dövründən fərqli olan imperiyadır. Yəni 27-yə qədər olandan sonra baxaq. Parfiya üzərində Respublika dövründə qələbə var. Ona görə götürməliyik. Xristianlara açıq ibadət. Bu nə vaxtdır? 313 Milan fərmanı. Bu imperiya dövrüdür. Kiçik Asiyada bir sıra ərazilər Respublika dövründə də var. 3 olmaz. Qullar eradan sonra 2-ci əsr Adriandır. Cavab nədir? C variantıdır. İmperiya dövrünə düşənlər bunlardır. 2-4. 78. Ərəb xilafətinin Əməvilər və Abbasilər sülalələrinin hakimiyyəti illərində müharibə apardı dövlətlər. Sasanilər Əməvilərə də heç düşmür. Xəzərlər hər ikisinə düşər. Bizans hər ikisinə düşər. Axunlar, Əməvilər, nə Abbasilər görməyib bunları. Uyğurlar. Burada Uyğurlar 740. Bu da maraqlı sual yaranır. Xəzərlərlə Bizans olacaq burada doğru cavab. Uyğurlarla çünki nə Əməvilərin, nə Abbasilərin elə orada bir müharibə apardığı ilə bağlı hər hansı bir məlumat yoxdur dərslikdə. Cavab D variantı olacaq. 78-79. Neolit və Eneolit dövründən fərqli olaraq Tunc dövründə insanların həyatında baş vermiş dəyişikliklər. Duluzçuluq Neolitdə var, deməli fərqli olmaz. Üzümçülük şərabçılıqdır. Bir də əmlak bərabərsizliyinin dərinləşdirilməsi məhz Orta Tunc dövründə olacaq da. 2-3, yox, 2-4 E variantıdır. 80. Pyotrun keçirdiyi islahatların nəticələri elə A bəndə olar. Çünki burada donanmanı o yaradır. Nizami ordu, rekrut. İmtiyazlı təbəqəyə çevrilməsi bu Yekaterinadır. Kollegiyalar qanunvericilik olmaz da. Burada icraedici olar. Gömrük rüsumu artırar ki, burada proteksionistdir da bu. Əslində kilsənin bütün hüquqlarını sinoda verir. Cavab A variantıdır burada. 81. Osmanlı İmperiyası ilə mübarizə aparmamışdır Birinci Dünya müharibəsində. Bu Bolqarıstanla müttəfiq olublar da. Onlar Bolqarıstanla ikinci və birinci Balkan müharibələrində onlar mübarizə aparıb. Burada cavab B variantıdır. Xalq komissarları ilə, Zaqafqaziya Seymi ilə, Gürcüstanla, Sentro-Kaspi ilə bunlarla müharibə aparıblar. 82. Avropa 16-cı əsrdə İngiltərə. Tudorların hakimiyyətə gəlməsi 1485-dir. Neçə ildir bu? 15. Deməli, 1-ə A olmaz. Anglikan olar, səfərləmə olar. Deməli, 1-ə BC olmalı. BC isə haradadır? Y variantındadır. 83. Heydər Əliyemin birinci prezidentliyi dövrü 1993-1998. Lissabon samiti 1996. Ümid körpüsü 1992 idi, amma prezidentliyinə düşmür. Heydər Əliyevin belə Naxçıvan dövrünə düşür də, bu olmaz. Biz 92-də qoşulmuşuq, bu olmaz. Bişkek protokolu 1994 8 may.
Doğru cavab nədir? 1-4. Bu sualda doğru cavab nədir? 1-4. 84-ə baxaq. SSR tarixinə aid xronoloji ardıcıllığı istəyir bizdə. İlk konstitusiya 1921-dir. Hərbi kommunizm 1920-nin yayıdır. Türkoloji qurultay 1926-dır. Naxçıvan 1924-dür. Deməli, ardıcıllıqla götürsək 2, 1, 4, 3. 2, 1, 4, 3 ardıcıllığı bizim doğru cavabımız olacaq. 20-ci əsrin 20-ci illəri, bu 1923-dür Ruhr böhranı, Belçika və Almaniya Ruhrla kömrü belə deyim müsadirə eləmək istəyir. Davos planı elə məhz buna görə yaradılıb. Çexoslovakiya bu olmaz. Bu 2-ci Dünya müharibəsindən sonradır. Bu da 1955-dir, bu da sonradır. Doğru cavabımız olacaq 1 və 2. Bu sualda doğru cavabımız 1 və 2-dir. 86 Şahruxu istəyir bizdən. Səfəvilər görməz Şahruq. Qaraqoyunlar aslana salar. Yeni şəhərə Səmərqəddən deməli Herata köçürər. Alaşkar döyüşündə məğlub olmayıb, qalib gəlib. Şirvanşahlar dövlətlə hərbi ittifaq bu olar. Çünki onlar ərzaq verəcək də. Xəlilullah buna necə ərzaq verəcək? 2-3 2-3 5. Doğru cavab 2-3 5-dir bu sualda. Hə, 1830-lar, 1840-lar. Şamaxı olan Xəzər vilayətinin yaradılması. Xəzər vilayəti 1840-da yaradılıb, düzdürmü? Bura gedər. Daxili müstəqillik 1830-da son qoyulub. İlk rus məskənləri 1830-dadır. Artıq 30-larda 40-larda xanlıq yoxdur. Şeyxülislam 1829-dur, heç birisinə düşməz. Deməli, B, C, A. Bu sualda belə olacaq cavabımız. Situasiyada nə deyir? Birinci Rus-Qacar müharibəsi arxa plana keçirib. İngiltərə, Rusiya. Sonradan Avropa dövlətləri arası münasibətlərdə siyasi vəziyyətin dəyişməsi Fransa və Rusiya arasında çıxardı. 1888-1809-cu illərdə aparılan hərbi əməliyyatlarda üstünlük əldə etməsinə şərait yaratdı. Nə istəyir burada bizdən? Birinci abzasda bəhs edən koalisiyanın işini çətinləşdirən amillərdən birini yazın. Burada koalisiya İngiltərə, Rusiyadır. Sonra orada Avstriya olar. Prusiya olar. İsveç olar və s. Həmin o koalisiyanın işi niyə çətindir? Burada Austerlitz döyüşü var. 1805. Napoleonun belə deyək də strategiyası. Napoleon sürətli şəkildə belə deyək də müharibədə bu cəbhədən o cəbhəyə nə bilim qoşunları birləşməyə imkan verirdi. Düşünürəm ki, bu cavab doğru cavab ola bilər burada. Yəni orada koalisiyanın işini çətinləşdirən amillərdən biri nədir? Ayrı-ayrı qoşunlardır. Ayrı-ayrı qoşunlardır. İngiltərə dənizdən müharibə aparır. Digərləri isə qurudan. Yəni, amillər burada çox ola bilər, amma əsas amil orada işi çətinləşdirən amil nədir? Burada Napoleonun ayrı belə deyək, düşmən qoşunları koalisiyanın bir yerə gəlməsinə imkan vermədən onları məğlub etməsidir. Amma başqa bir belə deyək də cavab ola bilər ki, orada qoşunların fərqli qoşun növləri olması da, məsələn Rus qoşunu, məsələn Avstriya qoşunu, İngilis qoşunu. Bunlar məsələn da ki, ayrı-ayrı ölkələrdəndir deyə və onların məsələn da ki, ümumi hərəkət planında çətinlik ola bilər. 89-a baxaq. Mənbənin son cümləsinə əsasən Qacarlar ordusunu əldə etdiyi uğurlarda ikisini yazın. Son cümləsi nədir? Deməli, nəticədə İngiltərənin göstərdiyi maliyyə və hərbi dəstək Qacar qoşunlarının 1808-1809-cu illərdə aparılan hərbi əməliyyatlardan nisbi üstünlük. Burada 1808-1809-da bunlar Naxçıvan ruslar, sonra İrəvan mühasirəyə alır. Amma Qacarların köməyi ilə İrəvan mühasirəsi bitir. İrəvan mühasirəsinin nə etməsi? Uğursuz olması ruslar üçün. Bir də o da Qarababa döyüşü var. Qarababa döyüşündə uğur qazanacaqlar. Yəni Qacar ordusu burada İrəvan xanlığına kömək edir. İrəvanın mühasirəsi ruslar üçün uğursuz bitir. Bir də Qarababa döyüşündə Abbas Mirzə rusları məğlub edir. 90. Mənbədə bəhs olunan müharibə dövründə Rusiya və Fransa arasında imzalanmış sülh müqaviləsi Tilzitdir də. Burada Tilzit neçənci ildir? 1807. Deməli, beləliklə əzizlərim, mən daha bir sınaq nizamını sizlər üçün bitirdim. Növbəti sınaq və video izahlarında görüşmək ümidilə sağollaşıram. Sağ olun, salamat qalın.